Türkiyənin Samsun şəhərində Azərbaycanlı tələbə Nicat Kazımlı yol qəzasında həlak olub. Sfera Az Türkiyə 2 və istinadən xəbər verir ki, təcili yardım maşını Nicat motosikletlə hərəkətdə olarkən onunla toqquşub. Belə ki, qəzada ağır yaralanan həmyerlimizin həyatını aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı saxlanılan təcili yardım maşınının sürücüsü Şakir Ü isə həbs edilib. Qeyd edək ki, 19 yaşlı Nicat Kazımlı 19 Mayıs Universitetinin Stomatologiya fakültəsinin tələbəsi idi.